Şəxsən mən həkim olsam, sağlamlıqla bağlı öz pasiyentlərimə hansısa süni, sintetik əlavələr, dərmanlar yazmaram. Bunun qarşılığında onlara sağlamlıqla bağlı məsləhətlər verərəm. Xüsusilə də o məsləhətləri hansılar mənim özümə çox gözəl təsir göstərir, hansılarını tətbiq edirəm öz üzərimdə, hansılar məni hansısa bir xəstəliklərdən xilas edibdir, hansısa bir xroniki ağır bir xəstəlikdən. Bunlar çox bəsit bir şeylərdir. Məsəl üçün, gün ərzində maksimum bacardığın qədər nə iş görə bilirsənsə ayaq üstə gör. Yəni, minimum oturaqlı bir rejim, minimum yəni oturaqlı bir şeylər. Biz isə nə edirik? Elə məsəl üçün bunun əvəzində uşaqlarımızı məktəbə göndəririk ki, get orada uzun müddətli beləcə otur, nəyisə yaz, nəyisə öyrən, adam ol, oxu adam ol. Ona görə də sonra təəccüblənirik ki, onlar evə gəlirlər, bunu dağıdırlar, onu dağıdırlar, ora qaçırlar, bura qaçırlar. Çünki bu təbii ehtiyacdır, bədənin təbii ehtiyacıdır. Biz fizioloji olaraq, yəni bizim strukturumuz belə, yəni bizim quruluşumuz belə, yəni yerimək üçün asan, yüngül, sadə, ağır yük qaldırmaq, belə naqruzka falan, o nə bilim protein zat içinci belə güya sağlamam zat, o yox, o bizim natural bir şeyimiz, quruluşumuz deyil. Yəni heç vaxt broiler təbii çolpa kimin olmayacaq keyfiyyətində. Ona görə də o sağlamlıq deyil, onu tulduruq qırağa. Dayısı nə deyərəm sağlamlıqla bağlı? Əlbəttə düzgün yuxu rejimi mütləqdir, fundamentdir. Yuxu zamanı detoks baş verir, həm orqanizm baxımından, həm mental baxımından və vaxtında yatıb, vaxtında durursansa, sən mənəvi olaraq, energetik olaraq, yəni super qaydasındasan, yerindəsən. Daha sonra, əlbəttə qidalanma, sağlam qidalanma, təbii məhsullar, organik məhsullar, minimum fast food, minimum zirzibil, çünki sənin bədənin zibilxana deyil. Bu sənə əmanət olaraq verilibdir ki, sən onu qoruyasan, düz ömrünün axırına qədər borclusan ona və nə qədər doğru şəkildə ona baxırsan, o qədər də onun sənə müsbət geri dönüşü olur. Əks halda sürətli qocalma, əks halda xəstəliklər, bunun qarşısında dar ixtisaslı mütəxəssislərə müraciət hansı ancaq öz ixtisası baxımından sənə baxır və heç biri heç vaxt sənə deməyəcək ki, məsəl üçün sənin göz problemlərin sənin az yeriməyinlə bağlı ola bilər. Heç biri sənə deməyəcək ki, hansısa bir tərəvəzin şirəsi onun detoksunda olduğun zaman sənin məsələn kanallarını təmizləyə bilər və gözünə yaxşı təsir eləyə bilər. Sənə deyəcəklər ki, gəl əməliyyat eləyək, sənə deyəcəklər ki, gəl gözünü çıxardaq, amma heç vaxt elə bir şey deməyəcəklər. Na xudoy konец maksimum eynək yazacaqlar ki, get. Amma heç bir eynək insanın gözünü şəfalandırmır. Heç bir eynəkdən sonra sən daha yaxşı görməyə başlamırsan. Bundan savayı da əlbəttə təbiətdir, təbii havadır, yəni təmiz havadır, ağaçlıqdır. Bu öz yerində. Məsələ orasındadır ki, sən nə vaxt bunları öyrənirsən, ilk vaxtı hamıya danışmaq istəyirsən, bölüşmək istəyirsən. Lakin daha sonra görürsən ki, insanların əksəriyyətinə bu lazım deyil. Onlar nəticəyə baxırlar və sanki düşünürlər ki, bu nəticə birdən-birə peyda oldu. Və birdən-birə onu götürməyə çalışırlar. Müraciət eləyirlər bir həkimə, hansı ona sehirli bir müalicə yazacaq ya da sehirli bir üsul verəcək, hansı bir gün içində bu problemi götürəcək, aradan qaldıracaq. Bunlar nəticədir və fərqli bir nəticə istəyirsənsə, sən fərqli bir hərəkət və davranış göstərməlisən öz orqanizmana qarşı, öz bədəninə qarşı. Ona görə də öz təbiətini tanımaq və öz təbiətinə uyğun yaşamaq insanı sağlıqlı eləyir. Hansısa vitamin əlavələri falan yox, hansısa dəvə-dərman yox, əsla. İnsan təbiətinə uyğun yaşadıqda ancaq sağlam ola bilər. Bu qədər.